Hörmətli şəhid valideynləri, qazilər, müharibə veteranları, hörmətli həmvətənlər və qonaqlarımız, sizi Milli Qəhrəman Əsgər Əliyevin anım gecəsində salam verir. Azərbaycan xalqı zaman-zaman azadlığımız, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda övladlarına qurban verir. Torpağı vətən edən şəhidlərimizi əziz xatirəsini daim anmaq, yada salmaq hər bir vətəndaşımızın borcudur. Gəlin azadlığımız, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqə sükutda yad edək. Allah şəhidlərimizi rəhmət eləsin, vətən sağ olsun. Hörmətli həmvətənlər, Lənkəran Şəhər Heydər Əliyev Mərkəzi və Lənkəran Şəhər Təhsil Sektoru ilə birgə məktəbimizin şəhidi layihəsinə start verir və bugünkü tədbirimiz Milli Qəhrəman Əsgər Əliyevin xatirəsinə həsr olunur. Şəhidləri daim yad etmək, həmişə onları yada salmaq, müxtəlif təşkilatlarda, idarələrdə, müəssisələrdə hər an təbliğat eləmək və onların həyat və fəaliyyəti haqqında gənclərə öyrətmək hər birimizin borcudur. İstərdik ki, Rəş kəndinin şəhidləri ilə bağlı, kəndin ziyalısı, Lənkəran Şəhər Üstünə Tam Orta Ümumi Məktəbin direktoru İlkin Yaqubov məlumat versin. Çox hörmətli qonaqlar, əziz şəhid valideynləri, hər birinizi salamlayıram. Lənkəran Şəhər Təhsil Sektorunun, eyni zamanda Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən məktəbimizin şəhidi layihəsinə artıq bugündən start verilir. İlk olaraq Lənkəran rayon Ləşkənd şəhidləri ilə tədbirimizə, layihəmizə başlayırıq. Şəhidlik uca bir zirvədir. Bu zirvəni fəth eləmək doğrudan da hər kəsə qismət olmur. Bu zirvəni fəth etmək üçün, ucadan uca zirvədə olmaq üçün ilk növbədə vətənini həddindən artıq çox sevməlisən. Vətənə, elinə, obana bağlı bir insan olmalısan. Eyni zamanda Allahın sənə ayırdığı ömür payını böyüyüb boya başa çatdığın və yaşadığın dövlətin üçün əsirgəməməlisən, fəda etməlisən. Məhz belə oğullarımızdan bugün ikisi haqqında mən sizə məlumat vermək istəyərdim. Azərbaycanın milli qəhrəmanı Əliyev Əsgər Ələkbəroğlu,
eyni zamanda şəhid Natiq Kərbəlayı Şirəlioğlu Aslanov haqqında. Hər ikisi Lənkəran rayon Ləş kəndində anadan olublar. Əskər Əliyev 1974-cü il noyabrın 8-də, Natiq Aslanov isə 1973-cü il iyun ayının 14-də dünyaya gəlmişlər. Hər iki şəhidlə uşaqlıq illərimiz eyni dövrə təsadüf edir. Aramızdakı yaş fərqi cəmi 2-3 yıl olmasına baxmayaraq həmişə bir yerdə olmuşuq və şəhidləri demək olar ki, daha yaxından tanıyırdım və eyni məhəllədə demək olar ki, böyümüşdü. Belə deyək ki, hər iki şəhidi bəlkə də məndən yaxşı tanıyan burada yəni valideynlərindən başqa, qohumlarından başqa demək olar ki, yoxdur. Əskər Əliyev, istər Əskər Əliyev olsun, istər Natiq Aslanov olsun, hər ikisi müəyyən xüsusiyyətlərə, qəhrəmanlıq xüsusiyyətlərinə malik olan övladlarımız idi. Həmişə ürəkləri vətən sevgisi ilə çırpınan övladlarımız idi. Və həm Əskər Əliyev, həm eyni zamanda Natiq Aslanov Ləş kənd 8 illik məktəbi, həmin illərdə məktəb tam orta məktəb statusunu almamışdı. 8 illik məktəbin 1-ci sinifinə qəbul olunurlar. Məktəbi bitirəndən sonra Əskər Əliyev təhsilini qonşu Haftoni məktəbində davam elətdirir. Natiq Aslanov isə Lənkəran Peşə Liseyinə, həmin vaxtı peşə məktəbi, 34 saylı peşə məktəbinə çilingər ixtisasına yiyələnir. Həmin ərəfədə Azərbaycan ərazi bütövlüyü üçün böyük bir təhlükə yaranmışdı. Ermənistan silahlı qüvvələri ərazilərimizi növbə ilə işğal edirdilər. 92-ci ildə Natiq peşə liseyini bitirəndən sonra hərbi xidmətə çağırılır və 93-cü ildə döyüşlərin birində Füzuli rayonunun Bəhmənli kəndi uğrunda gedən döyüşlərdə avqust ayının 24-ü 1993-cü ildə qəhrəmancasına şəhid olur. Əskər Əliyev qonşu Haftoni məktəbində məktəbi bitirdikdən sonra sənədlərini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə təqdim edir və həmin ildə həmin məktəbin tank artilleriya fakültəsinə qəbul olunur. Kursant olduğu vaxtlarda da zabitlərin böyük hörmətini qazanmış, böyük nüfuz sahibi olmuşdur. General olmaq arzusu ilə yaşayırdı. Lakin Allah Teala elə qismət elədi ki, bu şəhidimiz Azərbaycanın ən böyük fəxri adlarından birinə yiyələndi və Azərbaycanın milli qəhrəmanı adını qazandı. Və 1995-ci il yenə ərazi bütövlüyümüz üçün mart ayında böyük bir təhlükə yaranmışdı. Bir qrup özlərini Amuncu adlandıran bir qrup 8-ci kilometr deyilən ərazidə toplaşmış və Azərbaycanın suverenliyi üçün təhlükə yaratmağa çalışırdılar. Bu zaman Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə bir neçə dəfə onlara müraciət olunsa da onlar silahı yerə qoymaqdan vaz keçdilər. Və ilk olaraq Heydər Əliyevin səsinə səs verənlərdən biri də məhz həmin kursantlar oldu və Əskər Əliyev də onların içində olmaqla. Və qeyri-bərabər döyüşlərdə mən deyərdim ki, Əskər Əliyev 4 yaralı, 3 kursant yoldaşını və bir zabiti, hansı ki həmin zabit indi bu dəqiqədə yüksək rütbəli zabit bu gündə sağdır və əskərə həsr olunmuş bütün tədbirlərdə iştirak edir. 3 kursantı və bir zabiti güllə yağışı altından çıxararaq, özü ikinci gülləni başından alaraq qəhrəmancasına şəhid oldu. Xalqımız hər iki şəhidi, dövlətimiz hər iki şəhidi unutmadı və onların adlarını əbədiləşdirmək üçün 1994-cü il may ayının 20-sində Ləş kənd həmin il tam orta məktəb statusunu aldı. Orta məktəbinə Natiq Aslanovun adı verildi və 1995-ci il aprel ayında isə 307 nömrəli fərmanla Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Əskər Ələkbəroğlu Əliyevə Azərbaycanın milli qəhrəmanı fəxri adı verildi. Bugün Əskərlə Natiqin ruhu şaddır. Ona görə şaddır ki, onların arzuladıkları torpaqlar artıq düşməndən igid oğlanlarımızın, igid övladlarımızın sentyabr ayının 20-sində, 2020-ci ildə, sentyabrın 27-sində üzr istəyirəm və eyni zamanda noyabrın 8-də başa çatan 44 günlük müharibə nəticəsində torpaqlarımızı azad etdilər. Bugün ona görə onların ruhları şaddır ki, onların görmək istədikləri qaçqınlar öz dədə baba yurtlarına qayıtdılar və bugün həmin ərazilərdə, işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq tədbirləri həyata keçirilir. İnfrastruktur yenidən qurulur və Cənab Prezidentin göstərişi ilə böyük köç layihəsi, böyük qayıdış layihəsi həyata keçirilir. Xəstəxanalar tikilir və hətta Qarabağ Universiteti salınmışdır. Mən Natiq Aslanovun timsalında, eyni zamanda şəhid milli qəhrəman Əskər Əliyevin timsalında bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Ruhları şad, məkanları cənnət olsun. Diqqətinizə görə təşəkkür edirəm. Hörmətli həmvətənlər, diqqət ekrana.
milli qəhrəmanla bağlı çox maraqlı bir də sizlərə təqdim edirik. Allah şəhidlərimizi rəhmət eləsin, vətən sağ olsun. Söz verilir, məktəbimizin şəhidi layihəsinin rəhbəri, Heydər Əliyev Mərkəzinin direktoru Riyana xanıma və Lənkəran təhsil sektorunun əməkdaşı Cəmil Axundova. Hörmətli tədbir iştirakçıları, hamınızı salamlayıram və Cəfər müəllimin qeyd elədiyi kimi bu bir yeni layihə əslində bizim tariximiz, qürurumuzdur. 44 günlük müharibədən sonra yaranmış layihənin bir davamıdır və biz ona bu tədbirə qədər artıq neçə şəhid tədbirləri keçirmişik və belə qərara gəldi ki, məktəbimizin şəhidi bu ildən bu layihə bu cür davam olunsun. Təhsil sektoruna və Lənkəran şəhər icra hakimiyyətinə, icra hakimiyyətinin başçısı Talih Qaraşova dərin təşəkkürümüzü bildiririk ki, hər zaman, həmişə bu həssas mövzuda bizə dəstək olublar. Təşəkkür edirik onun üçün. Yəni, hər birimizin borcudur ki, şəhidlərimizi yaşatmaq və biz bu layihə çərçivəsində bir yola çıxdıq və bu yolu davam elətdirəcəyik. Mən həmişə deyirəm, yəni, istər Heydər Əliyev Mərkəzində rəhbərlik edeyim, istər ən adi bir işdə işləyərəmsə, bundan sonra da heç kim sığortalanmayıb ki, əbədilik vəzifədə qalacaq. Yəni, ən adi, ən sıravi bir müəllim işləsəm də missiyam daim ömrümün sonuna qədər şəhidləri yaşatmaq, gənc nəsləri tanıtmaq olacaqdır. Çünki deyir, keçmişini unutsan, gələcək səni topa tutar.
zaman Azərbaycan milləti, Azərbaycan xalqı keçmişini unutdu və hər nə gəldisə başımıza öz humanistliyimizdən bu faciələr törəndi. Ona görə də gənc nəslimiz, bizdən sonraki gələn nəsil bizim hansı tarixi keçmişimiz varsa onları bilməli, şəhidlərimizi unutmamalıdırlar. Torpağın uğrunda gedən şəhidlər, torpaq da sizləri heç uda bilməz. Siz elə bir zirvəyə ucaldınız ki, heç kim sizi unuda bilməz. İllər, əsrlər ötdükcə nəinki şəhidlərimiz unudulur. Qəlblərimizə, könüllərimizə, yaddaşlarımıza həkk olunur. Zaman daim yaşayacaqlar. Və biz qocalırıq, şəhidlərimiz isə elə eyni yaşda, cavan yaşda qalırlar. Və mən Hacı Ələkbər müəllimi tanıyırdım. Yəni illərdir ona böyük hörmətimiz var, milli qəhrəman atası kimi, bir şəxsiyyət kimi, bir ziyalı kimi. Ancaq bu tədbir müddətində Hacı Ələkbər müəllimlə həmsöhbət oldum. Həqiqətən onun özündən böyük ürəyinin şahidi oldum. Allah Teala sizə can sağlığı versin. Can sağlığı versin. Vallahi bu dərd elə bir dərddir ki, yəni şəhid atası olmaq, hətta 2 övladını belə vətən uğrunda qurban vermək hər bir valideynin çəkəcəyi bir dərddir. Allah sizə can sağlığı versin, sizi bura dəvət edirik. Bizim bilirsiniz ki, Lənkəran şəhər Heydər Əliyev mərkəzində rəsm studiyası fəaliyyət göstərir və bizim uşaqlarımız vətənpərvərlik hissi ilə böyüyürlər. Onlar şəhidlərimizin bilirsiniz ki, hər hansı bir əsəri yaratdıqda gərək onu əvvəl sevərək, sonra yazıçılar kağız üzərinə, qələm vasitəsilə, rəssamlar da boya vasitəsilə kətan üzərinə ötürürlər bu sevgini. Və şəhidimizin şəklini isə təqdim eləmək üçün dəvət edirik. Buyurun. Lənkəran təhsil sektorundan Cəmil Axundovu dəvət edirəm. Buyurun. Mərasim iştirakçıları, mən də sizi Lənkəran təhsil sektoru adından salamlayıram. Ələkbər əminin timsalında bütün ziyalarımızı, şəhid valideynlərini, dəyərli qonaqlarımızı salamlayırıq. Bildiyiniz kimi 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin bir çağırışı ilə ölkəmizin təhlükəsizliyinin təmin olunmasından ötürü dəyərli əziz yoldaşımız Əsgər Əliyev öz şirin canını fəda etmişdir. Əsgər Əliyevin timsalında həmin döyüşlərdə şəhid olmuş bütün dəyərli qardaşlarımıza Allahdan rəhmət diliyirik. Bugün onların ruhu şaddır. Çünki illər keçir, ölkəmiz daha da çiçəklənir və inkişaf edir. Onların davamçıları bizim məktəblərimizdə yetişir. Bugün Azərbaycan məktəbləri şairləri vətənpərvər ruhda böyüdür. Və mən himnimizin sözlərinə xitab etmək istəyirəm. Namusunu hifz etməyə, bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır. Bəli, həmin gənclər bugün part arxasında oturur. Məktəblərimizdə şagirdlərimiz təkcə tədris alınır, onlar milli mənəvi dəyərlər və vətənpərvərlik ruhunda böyüyür. Və Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi bugün bizim məktəblərimiz üçün prioritet məsələdir. Vətən müharibəsində şücaət göstərmiş oğullarımız məhz Əsgər Əliyevin timsalında olan oğullarımızdır. Və biz inanırıq ki, bugün gələcəyimiz olan gənclərimiz məhz onların irsindən bəhrələnmişlər və gələcəkdə ölkəmizin ərazi bütövlüyü uğrunda onlar da lazım gələrsə, elə biz də daxil olmaqla öz canımızı fəda etməyə hazırıq. Bugün Azərbaycanımızın çiçəklənməsində, onun inkişaf etməsində müxtəlif sahələrdə gənclərimiz
öz töhfələrini verirlər və verməkdədirlər. Və mən inanıram ki, biz fəxrlə, fəxarətlə deyə bilirik ki, ey qəhrəman övladın şanlı vətəni. Nə yaxşı ki, biz Azərbaycanda doğulmuşuq və Ulu Öndər Heydər Əliyevin bizə miras buraxdığı Azərbaycansız məfkurəsi bugün məktəblərimizdə təbliğ olunur. Və qarşıdan Novruz bayramı və bizim müqəddəs Ramazan ayımızın sonu gəlir. Hər iki müqəddəs bayram münasibəti ilə mən burada oturanları səmimi qəlbdən təbrik edirəm. Ələkbər əmiyə də Allahdan can sağlığı və səbir diləyirəm. Gələn günləriniz xeyirli olsun. Çox sağ olun. Söz verdim Lənkəran şəhər icra hakimiyyəti başçısının müavini Emin Quliyev. Çox hörmətli şəhid ailələri, çox hörmətli Hacı Ələkbər əmi, ağsaqqallar, məktəblilər. Bugün çox mühüm bir tədbirə toplaşmışıq. Reyhanə xanım gözəl bir layihənin həyata keçirdiyini qeyd etdi ki, tariximiz, qürurumuzdur. Bu çox gözəl bir layihədir. Şəhidlərimizin həyat fəaliyyətinin öyrənilməsi və onların gənc nəslə təbliğ edilməsi təbii ki, çox gözəl və təqdirə layiq layihədir. Və belə layihələrin dəstəklənməsi düşünürük ki, yaxşı haldır və gənclərin mənəvi ruhunun yüksəldilməsi və vətənpərvərlik ruhunda tərbiyə olunması üçün böyük bir simvola çevrilir. Bugün qeyd etdiyimiz və tədbirə toplaşdığımız anım günü Azərbaycan Respublikasının milli qəhrəmanı Əskər Əliyevin anım gündür. Həqiqətən də Əskər Əliyev bir milli qəhrəman olaraq tarix yazmışdır. O torpaqlarımızın müstəqilliyin bərpa olunması üçün, ərazi bütövlüyünün qorunması üçün canını qurban vermişdir. Tarixə nəzər salsaq, belə qəhrəmanlar təbii ki, yetişir və yetişdiyi ailə onun formalaşması üçün böyük bir rol oynayır. Biz Hacı Ələkbər əmini uzun müddətdir ki, tanıyırıq. Hər zaman dövlət tədbirlərində, dövlətin bütün çağırışlarında bizim yanımızda olur. Hətta saatlarla biz ünsiyyətdə oluruq ondan, onun tövsiyələri çalışırıq ki, biz özümüz də ona uyğun olaraq həyat fəaliyyətimizi quraq. Hacı Ələkbər kişinin ailəsində tərbiyə almaq, böyümək həqiqətən də milli qəhrəman kimi formalaşmasına böyük rol olmuşdur. O vətənpərvər ailənin üzvü olmuşdur və hər zaman özünün və ailə üzvlərinin dövlətə xidmətləri ilə seçilmişlər. Əskər Əliyev haqqında çox danışmaq olar. O bir ad olaraq bizim gənclərimiz üçün bir örnək qoydu. Vətəni necə qorumaq lazımdır, torpağı necə müdafiə etmək lazımdır və hər zaman dövlətin, vətənin çağırışına necə qalxmaq lazımdır və qəhrəmanlıq nümayiş etdirmişdir. Məndən öncə çıxış edən bizim hörmətli 3 saylı məktəbimizin direktoru İlkin müəllim də şəhidlərimiz haqqında iki şəhidimiz haqqında qısa bir məlumat verdi və düşünürəm ki, belə araşdırmaların aparılması və şəhidlərin həyat fəaliyyətinin öyrədilməsi və gənc nəsillərə çatdırılması çox yaxşı haldır və öyrənilməsi çoxlu hallar lazımdır. Bugün Əskər Əliyevin həyat fəaliyyəti haqqında biz öyrənə bilmədiklərimizi də öyrənməliyik, gənc nəslə çatdırmalıyıq. Onlar bir tarix yazmışlar və bu tarix bizim üçün bir həyat fəaliyyətidir. Onlar bizə elə bir yol qoymuşlar ki, və bugün hər bir gənc o yolu davam etdirməlidir. Düşünürəm ki, şəhidlərimiz heç bir vaxt ölmür, onlar əbədi yaşayır və onların bizə əmanət etdiyi Azərbaycan dövləti bugün Azərbaycan xalqı tərəfindən Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab Prezidentimiz İlham Əliyev tərəfindən onun rəhbərliyi altında qorunub və gələcək nəsillərə çatdırılmalıdır. Və qarşıdan gələn Ramazan bayramı
və eyni zamanda Novruz bayramı münasibəti ilə hamınızı təbrik edirik. Sizə can sağlığı, gözəl günlər, xoş günlər, Novruz təravətli günlər arzu edirik. Sağ olasın. Çok sağ olun. Etibar Bəliyev, Milli Qəhrəman Əsgərliyi bəhəsi olmuş şehir, ifa edir. Lənkəran Dövlət Dram Teatrının aktrisası, Prezident mükafatçısı Aynur Əhmədova. Çərşənbələr ağrı qalmaz bədəndə, oğullar torpağı şum edəndə, qız gəlinlər su başına gedəndə, namərd olub sənə güllə kim atdı? Çərşənbədə külək ondan üz döndərər. Ceyran cüyür sağa sola qaçanda, yaz günəşi isti şöylə saçanda, bahar fəsli lalə, nərgiz açanda, namərd olub sənə güllə kim atdı? Bəla gəlsə, hələk ondan üz döndərər. Sən torpağa, vətənə baş əyəndə, arzuların gül açanda, deyəndə, mən general olacağam deyəndə, namərd olub sənə güllə kim atdı? Arzu küsər, dilək ondan üz döndərər. Dost dərdinə həmdəm idin, tən idin, sədaqətin ələyində ələndin, bu torpağın beşiyində bələndin, namərd olub sənə güllə kim atdı? Beşik görməz, bələk ondan üz döndərər. Eşqim vətən, andım vətən deyərdin, torpağında buğda kimi göyərdin, sən vətənə, çörəyə and içərdin, namərd olub sənə güllə kim atdı? Duzu olmaz, çörək ondan üz döndərər. Əskər oldun, vətən səni bəyənə, sən baş əydin vətənə baş əyənə, mənim anam bir mələkdir deyənə, namərd olub o gülləni kim atdı? Qiyamətdə mələk ondan üz döndərər. Hörmətli tədbir iştirakçıları, dəvət üçün təşəkkür edirəm. Heydər Əliyev Mərkəzinin rəhbəri Reyhanə xanım, Cəfər müəllim, layihənin digər rəhbəri Cəmil müəllim. Mən sizə çox təşəkkür edirəm bu tədbir üçün, dəvət üçün bir daha təşəkkür edirəm. Və Əskər Əliyevin qısa şərəfli həyat yoluna videorolikdə nəzər saldım. Hardasa biz yaşıdıq, təxminən demək olar ki, yaşıdıq Əskər Əliyevlə və bizim nəsil 70-ci illərdə doğulanlar doğrudan da çox çətin sınavlardan keçdik. Yaşıdlarım şəhid oldu. Amma 2-ci Qarabağ müharibəsində yaşıdlarımın övladları şəhid oldu. Amma onlar bizə möhtəşəm bir zəfər sevinci yaşatdılar. Mən zalda oturan gənclərə, gəncliyi arzulayıram ki, bizim yaşadıklarımızı siz görməyəsiniz. Biz müharibə gördük, biz çörək qıtlığı gördük. Biz çörək növbəsində dayanıb, çörək ala bilməyib, əliboş evə qayıtdığımız günlər olur. Mən o günləri siz arzulamıram. Ölkəmizə, dövlətimizə sülh, əminamanlıq arzulayıram. Təşəkkür ederim sizə, tədbir iştirakçıları hər birinizə, qarşıdan gələn bayramlarda bayram sevinci arzulayıram. Canınız sağlam olsun. Çalışdığınız sahələrdə sizə uğurlar arzulayıram. Çox sağ olun. Söz verilir, Qafqaz Müsəlmanlar İdarəsinin qazisi və Cənub Bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədri Axundzadəyə. Mehriban və bağışlayan Allahın adıyla değerli ziyalılarımız, değerli aksakalımız Ələkbər əmi, bu günləri qəhrəman əskər qardaşımızın çırağına yığılmışıq. Mən ilk öncə, mənim yadımdadır, əziz qəhrəmanımızın şəhadət günü. Allah Heydər Əliyev cənablarının ruhunu şad eləsin. Bəyan məndən öncə çıxış edən ziyalılarımız, natiqlərimiz Azərbaycanın başına gələn hadisələr daxili və xaricdə, həm daxili məsələ haqqında, həm də xarici olunan müharibə ilə bağlı mesajlar verdilər.
bizim Şeyh Hazretlerinin bir güzel kelamı var. Deyir ki, sərhəddəki düşməni tanımaq asandır. Sərhəddən otaydakini bilmək olur. Ən çətin odur ki, daxildəkini tanıyasan. Daxildəki fitnəkarların şərrindən Allah ülkəmizi qorusun. Azərbaycanımızın o çətin məqamında Ulu Öndərimiz bir çağırış etdiyi zaman mərkəzi televiziya vasitəsilə bütün xalq dövlətinin və Ulu Öndərin yanında oldular. O cümlədən də bizim qəhrəman balamız, qəhrəman oğlumuz səs verdi və bütün varlığı ilə orada iştirak etdi və həm Azərbaycan xalqının, həm də bizim bölgəmizin, bizim rayonumuzun, bizim kəndlərimizin və qeyrətli insanların başını uca etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O cümlədən qəhrəman qardaşımız, əskər balamızın ruhunu şad etsin. Mən 90-cı il şəhidlərinin dəfnində də iştirak etmişəm. Mən onda gənc idim. Bayaq Aynura bacımız gözəl nöqtələrə toxundu. Bilirsiniz, bizim də yaşımız elə bir həddir ki, 2 dəfə müharibə gördük. Bizdən böyüklərdən çox üzr istəyirəm. Burada ziyalılarımız, böyük ağsaqqallarımız var. 90-cı il hadisələri, bu bizim kompleksin yaranması, 3 şəhidin ona gəlməsi və 20 yanvarda və ondan sonraki illərdə hər ildə olan şəhidlərimizin dəfn mərasimləri və nəhayət son 44 günlük müharibə bizim həyatımızı dəyişdi. Və mən bir məsələyə toxunmaq istəyərdim. Allah təbarək və Teala çoxlu dəyərlər barəsində xəbər verir. Amma yeganə bir dəyərdir ki, o dəyər Allah özünə şamil edir. Həzrət Əli əleyhissalam sual verirlər İmam Əli əleyhissalama ki, o nədir ki? Allah, Tanrı özü onu yaradıb, müştərisi də özüdür. Həzrət Əli əleyhissalam cavabında deyir ki, o şəhiddir, şəhadətdir. Allah onu yaradıb. Şəhidin canıdır. Allah onu yaradıb, onu xilqət edib. Müştərisi də özüdür. Kimsənin ləyaqəti yoxdur o müştəriyə pulu ilə, varı ilə, dövləti ilə, hansısa bir vasitə ilə onu ala bilsin. Və o canın aldığı zaman Allah əvəzində ona beşli verir, cənnət verir. Yəni, yeganə bir dəyərdir ki, şəhidin canı Allahla alışveriş edir şəhid. Allah Quranda buyurur digər bir yerdə ki, insanlardan bəziləri vardır ki, öz canları ilə Allahla alışveriş edirlər. Yeganə onlar kimdir? Ancaq şəhidlərdir. Bu şəhidlər ilk olaraq qardaşımız şəhiddir, sonra da ona milli qəhrəman adı verirlər. Ən böyük titul, dünyada çoxlu titullar ola bilər. O titullar bu dünyada işləyə bilər. Ordenlər ola bilər, bizə orden versinlər, qramotalar versinlər, fəxri fərmanlar versinlər. O bizim bu dünyamız üçündür. Amma yeganə bir titul var ki, həm ahirətdə keçərlidir, o da şəhidə verilən şəhadətdir, şəhidlikdir. Allah şəhidlərimizə rəhmət eləsin. Qəhrəman, qəhrəman doğulur. Şir, şir doğulur. Bir ailədə əgər mənəvi sarıdan o ailə kamildirsə, orada mənəvi sarıdan insanlar, şəxsiyyətlər yetişər. Baxın, görün, bir misal var. Deyirlər ki, o həkimin oğlu həkimdir, müəllimin oğlu müəllimdir, ziyalının oğlu ziyalıdır. Bu insanlar heç kim aradan gəlmə bu cür olmur. Sadəcə onlar baxırlar bir cəmiyyətə, bir din aliminə sual verirlər, ilahiyyatçıya sual verirlər ki, necə olur ki, bir ailədə bir oğul çox əxlaq nümunəsi olur, gözəl bir şəxsiyyət yetişir, eyni ailədə, eyni ruzidən yiyir, eyni atanın tərbiyəsini, ananın tərbiyəsini görür, residivist yetişir, qaniçən olur. Səbəb nədir? İslam alimi, ilahiyyatçı deyir ki, biz
övladlarımızdan birinə yaxşı niyyətlərlə, xoş sözlərlə onlara naz etdiyimiz zaman digərinə qarşı ayrı seçkili salırıqsa, onları aşağılayırıqsa, digər gözdən baxırıqsa, uşaqlarda bu psixoloji olaraq bir tərbiyə metodudur. İnsan, uşaq nəyi görürsə ona meyillənir. Travmaların nəticəsində ora meyillənir. Bu ailə, bəyan dediyim kimi biz tanıyırıq. Mən mərhumun dəfn mərasimində də iştirak eləmişəm və ilində də, 40'ında da bütün bu tədbirlərdə iştirak eləmişəm. Bu ailənin nə qədər mənəvi ailə olduğunu gözümlə görmüşəm, siz də bilirsiniz. Təbii ki, bugün milli mənəvi dəyərlər bizim həyatımızın bir hissəsidir və dəyərləri hörmətlə yanaşmalıyıq. Necə ki, bugün Heydər Əliyev Mərkəzi və başda qardaşım Cəfər müəllim olmaqla təhsil sektoru milli dəyərlərimizi təbliğ edir. Bugün biz bunları yaşatmalıyıq. Əgər biz onlara yaşadacaqsa, həm vətənimiz, həm dövlətimiz yaşayacaq, həm biz insanlar burada rahat şəkildə yaşayacağıq. Çünki qeyrətli insanları unutsaq, biz də tarixin sərnaməsindən silinib edəcəyik. Allah təbarək və təala Azərbaycan xalqına həmişə izzət etsin. Allah şəhidlərimizi qəriq rəhmət eləsin və qarşıdan gələn milli dəyərlərimizdə olan Novruz bayramı, baxmayaraq İslami bayram deyil, amma İslamın bütün bəzi elementləri çıxsaq, deyə bilərdim ki, Novruz bayramı bəzi elementləri, məsələn, nəyi? Qulaq, kiminsə qoyusuna qulaq asırıq, şəriyyətimizdə, dinimizdə icazəli deyil. Kiminsə qulaq asırsan, ailəsinə gedirsən evinə, nə bilim, bu bəzi elementləri, xurafi dəyərləri çıxsaq, deyə bilərdim ki, Novruz bayramının bütün dəyərləri eynən İslamın içində olan dəyərlərlə bərabərdir. Allah qarşıdan gələn Novruz bayramında və İslam dinində olan ən gözəl bayramlarımızdan biri Fitr bayramını xalqımız üçün, millətimiz üçün və siz əzizlər üçün mübarək eləsin. Çox sağ olun, təşəkkür ederim. Xudayar təsnifi qarşınızda çıxış edir. Qəhrəman Həzrət Salman adına dövrəli tam orta məktəbin şagirdləri. Başında durdu,
56 sayılı məktəb liseyin direktoru Əmrətər müəllim Akif Xalovlu. Şəhid ailələri salamlayıram. Anın günündə bu toplantıya toplaşan bütün toplantı iştirakçılarını salamlayıram. Adətən hər bir hadisənin, hər bir tədbirin təqdimata ehtiyacı var. Lakin bugün bu anın gününün qəhrəmanı, milli qəhrəman Əsgər Əliyevin heç bir təqdimata ehtiyacı yoxdur. Onun arxında, onun büstü, şücaatlı büstü və onun qəhrəmanlıq tarixi onun təqdimatıdır. Əsgər Əliyev seçilmişlərin seçilmişidir. Biz bugün bir müəllim olaraq, bir el olaraq bu qəhrəmanla qürur duyuruq, fəxr edirik. Əsgər Əliyev 1992-ci ildə Xaxtuni Qəsəbə Orta Məktəbinin 10-cu sinifini bitirdi. O vaxt biz şagirdlərin arzularını soruşarkən, o da öz arzusunu bildirdi ki, mən komandir olmaq istəyirəm. Allah Teala onu komandirdən də uca bir ada, bir zirvəyə ucaldı. Biz bu zirvəni baxdıqca baxırıq, hiss edirik ki, bu qəhrəman çox şücaatlıdır. Əgər biz poetik baxımından bu hadisəyə yanaşsaq, Əsgər Əliyevin təqdimata ehtiyacı olmadığı kimi, Tanrının yaratdığı bahar fəslinin də heç bir təqdimata ehtiyacı yoxdur. Çünki hamı bir-birini təbrik edir. Mən də sizi təbrik edirəm. Müqəddəs günlərimiz qarşıdadır. Baharın da heç bir təqdimata ehtiyacı yoxdur. Amma milli qəhrəman Əsgər Əliyevin bahardan fərqli odur ki, bahar solur, növbəti fəsildən əvəz olunur. Qəhrəman heç vaxt solur. O, hər birimizin qəlbindədir, hər birimizin ruhundadır. 1995-ci ildə mart hadisələri onun qəhrəmanlığı üçün bir mənzərə açdı. İlk dəfə Ulu Öndərimiz Heydər Əliyevin çağırışına səs verərək, o, ölkəmizin ərazi bütövlüyünün, ölkəmizdə dövlətçi müstəqilliyinin və dövlətçiliyimizin təhlükə qarşısında olduğunu hiss edərək, o öz şücaatını göstərdi. Və bununla da bizim hər birimizə sübut etdi ki, mən belə bir ailədə böyümüşəm ki, o, milli və mənəvi dəyərlərə hörmətlə yanaşan bir ailədir. Bizi o kasıbçılıqla bu ruhda böyüdü. Biz də o ruhu burada təmsil edirik. Və Əsgər Əliyev təmsilçisi olaraq milli qəhrəman adını xatirələrdə yaşatmaq üçün Ulu Öndərimiz onun xatirəsini əbədiləşdirdi. Onun atasına mən səbir diləyirəm, əzizlərimə səbir diləyirəm. Arzu edirik ki, o nəsildə, o nümunədə, o ruhda böyüyən gənclərimizin sayı çox olsun. Və onun həyat yolu həm bizə, həm burada oturan gənclərə və ümumiyyətlə təhsil alan hər bir gənc üçün böyük bir örnəkdir. Sağ olun, çox sağ olun. Çox sağ olun. Bayraqları bayraq yapan üstündəki qandır. Torpaq uğrunda ölən varsa vətəndir. Bayraqları bayraq yapan üstündəki qandır. Torpaq uğrunda ölən varsa vətəndir. Qaldırın, qaldırın mənim müqəddəs bayrağımı. Qaldırın mənim şəhidlərimin canından, qanından olan bayrağımı. Qaldırın mənim azadlığımı. Qaldırın mənim müstəqilliyimi.
Bayraq bizim üçün namus deməkdir. Bayraq bizim üçün şərəf deməkdir. Bayraq bizim üçün mənlik deməkdir. Ey mavi göylərin, al mavi yaşıl süsü. Bacımın gəlinliyi, şəhidimin son örtüsü. Işıl ışıl, dalga dalga bayrağım. Sənin dastanını oxudum, sənin dastanını yazacağım. Səni salamlamadan uçan quşun məzarını dağıdacağım. Sənə mənim gözümdən baxmayanın yuvasını dağıdacağım. Işıl ışıl, dalga dalga bayrağım. Savaş bizi narlı dağlara götürdüğü gün kızılında isindik. Dağlardan çöllere düştüğümüz gün kölgene sığındık. Ey şimdimizde, biz canlarda kalkalım. Barışın göyerçinin müharebe kartalı. Yüksek yerlerde açan çiçeğim. Tarihim, şerefim, şeirim, her şeyim. Senin altında doğuldum, senin altında öleceğim. Yeryüzünde bir yer beğen. Yeryüzünde bir yer beğen. Hara dikelmek isteyirsen söyle. Söyle seni oraya dikeyim. Söyle seni oraya dikeyim. Söz verilir vətənpərvər bir ziyalı, Lənkəran qəzetinin baş redaktoru, çox hörmətli Əlimardar müəllim Əliyevə. Çox hörmətli Hacı Ələkbər qardaşımız, hörmətli Emin müəllim, əziz həmvətənlərimiz, şəhid ailə üzvləri, bizə doğma olan analar, bacılar, qardaşlar, bugün doğrudan da çox dərin məzmunlu, çox hikmətli məna daşıyan bir tədbirin iştirakçıları Allah Əskər Əliyevi qəni-qəni rəhmət etsin. Tədbir onun adı ilə bağlıdır və sağ olsun regional təhsil sektorunun rəhbərliyi, sağ olsun Heydər Əliyev Mərkəzinin rəhbərliyi, sağ olsun regional mədəniyyət idarəsinin rəhbərliyi və Hacı Ələkbər özü başda olmaqla övladları, əzizləri, İlkin müəllim bu gözəl tədbirin təşkilində çox böyük zəhmət ərsəyə gətiriblər. Zəngin tarixi hadisələrin böyük toplumundan ibarət olan Azərbaycan tarixinin həm keçmişi, həm bugünü bizim üçün öyrəniləsi vacib mənbədir. Çünki biz tariximizi öyrənə-öyrənə yaxşı ailə sahibi ola bilərik. Biz tariximizi öyrənə-öyrənə yaxşı ailənin övladı ola bilərik. Biz tariximizi öyrənə-öyrənə yaxşı valideynlər ola bilərik. Biz tariximizi öyrənə-öyrənə vətənpərvər övladlar ola bilərik. Vətənimizi sevə bilərik. Və bu tarixin öyrənilməsində çox sağ olsun Cəfər müəllim, mənim fədakar dostum, mənim zəhmətkeş müəllim həmkarım, mənim gözəl tədbirlər mütəxəssisim, onun dirijorluğu ilə hazırlanan bu tədbirlərin çox böyük, əvəzsiz rolu var bu mənəvi tariximizin, bu mənəviyyatımızın öyrənilməsində, tariximizin öyrənilməsində. Və bugün biz bəzən sosial şəbəkələrdə oxuyuruq, görürük küçədə müsahibə alırlar, soruşurlar, hansı milli qəhrəmanı tanıyırsan? Və yaxud cavan qızdır. Soruşurlar, harada oxuyursan? Deyir, məsələn, filan universitetdə oxuyuram, filan fakültədə. Qəbul imtihanında nə qədər bal toplamışsan? Biləm, 680 neçə bal toplamışam. Hansı milli qəhrəmanları tanıyırsan? Baxır, fikirləşir. Deyir, bəzilərinin adını bilirəm, familiyaları yadımda deyil. Deməli, hələ işimizdə, bu sahədə, bu mənəviyyat sahəsində, bu mənəvi tərbiyə sahəsində
boşluqlarımız var. Boşluqlarımız var. Onun da səbəbi bizim özümüzün biganəliyimizdir. Yəni biz milli qəhrəmanlarımızı hər gün düşünmürük ki, onların adlarını da yadda saxlaya bilmirik. Amma bilirsiniz, milli qəhrəman olmaq üçün nə etmək lazımdır? Böyük şücaət göstərmək lazımdır. Hansı şücaəti? O şücaəti ki, vətənin taleyi həll olur, dövlətin taleyi həll olur. Həmin anda, hörmətli əziz qardaşımız Hacı Sədrin ağ atlı məsələsi, haman ağ atlı oğlan gəlir, peyda olur qeybdən, mələklərdən, hardansa gəlir, o dövləti, dövlətçiliyi, xalqı, suverenliyini, ərazi bütövlüyünü və s. qoruyur, məhv olmaqdan xilas eləyir. Əskər kimi oğullar milli liderimizin çağrışı ilə sinələrini güllə qabağına verdilər. Öz mənəviyyatları ilə düşmənin odunu məhv etdilər. Düşmənin ateşini məhv etdilər, susturdular. Nakam dünyadan köçsələr də, bax bugün onun şərəfli adını bu qədər gözəl insanlar bir yerdə toplaşıb, onun şərəfli adını bir daha ucadan deyirlər. Azərbaycan Respublikasının milli qəhrəmanı Əskər Əliyev. Onlar belə qəhrəmanlardır. Azərbaycanın bütün milli qəhrəmanlarını, Azərbaycan xalqının bütün şəhid övladlarını Allah qəni-qəni rəhmət etsin. Gələn günləriniz xoş, xeyirli olsun, uğurlu olsun. Övladlarınızın gözəl günlərini görüb fərəhlənəsiniz. Dövlətimizlə fəxr edəsiniz. Allah Cənab Prezident İlham Əliyevi qorusun. Allah ona o qədər can sağlığı versin ki, Azərbaycan xalqı üçün ürəyində bəslədiyi bütün arzularına çatsın. Hamınıza can sağlığı arzulayıram. Allah bir daha bütün şəhid ailələrinə və onların ailə üzvlərinə xoşbəxtlik, səadət, ən gözəl neymətlər bəxş etsin. Sağ olun diqqətinizə görə. Çox sağ olun. Şəhidlər ölməzdir, vətən bölünməz. İfa edib Qəhrəman Əziz Aslanov adına Hüseynlər Tam Orta Məktəbin 7-ci sinif şagirdləri Süleyman Babayev, Məhəmməd Fərəzli. Vətən sənə oğul dedi o zaman, sən yerdə kükrəyib aslan kəsiləndə, gözünü qırpmadan keçdin canından, alnının torpağa indi səfəndə. Sən elə ucaldın, çatmaz əliyyətən, zirvələr önündə başına əydi. Sənin fədaşarlığın evuca şəhid, millətin qəddini göyə dirədi. Anan ağlamasın, fəxr eləsin qoy, şəhid anasıdır, müqəddəs adı. Sənin şücətin, sənin qeyrətin, düşmənin bağrını ot tək dağladı. Yolunda can qoydun sən bu torpağın, o artıq sadəcə bir torpaq deyil, qanınla suarıb vətən eylədin, indi hər qarışıq qızıl bir sahib. Göyün 7 qatı sənə dar gələr, məkanın cənnətdir, Allah yanıdır. Xalqın hər övladı sənin qardaşın, hər ev şəhidinin yeridir. Dastanlar yazılsa az zadına, tarix səni yazdı qızıl hərflə. Gələcək nəsillər səndən dars alır, adaqlarının sonsuz şərəflə. Bayrağın rəngində sənin izin var, al rəngi qanından almış demək. Sən elə zirvəyə uçalmışsan ki, ölüm də yanında kiçikcə gelsin. Rahat güyündü, ruhun şad olsun. Qisasın alındı, zəfər salındı. Şəhidlər ölməzdi, vətən bölünməz, adın ürəklərə həkk olub qaldı.
Məmmədova. Hörmətli valideynlər, şəhid valideynləri, tədbir iştirakçıları, mən də öz adımdan sizi burada salamlayıram. Bugünkü günümüz bildiyiniz kimi milli qəhrəmanımız Əsgər Əliyevin anım gününə bağlıdır, həsr etmişdir. Milli qəhrəmanın sazı olaraq kursant yoldaşı kimi mən sizə bəzi anıları xatırlamaq istəyirdim. Həmin dövrdə ulu öndərimizin bir sərəncamı ilə kursantlara göstəriş verməklə biz kursantlar olar ki 95-ci il Gülşən Cavadın Amon qrupunun qarşısını almaq üçün göstəriş verildi. Ulu öndərin göstərişinə əsasən özü bilirdi ki, onların qarşısını ala bilsə ancaq kursantlar alacaqlar. Çünki elə bir dövlətin elə bir dövrü idi ki, hər tərəfdən müharibə gedir, düşmən əks istiqamətdən içərdən də, çöldən də məcburiyyət qarşılıq almışdır. Onun üçün qoşunlarımızın əksəriyyəti döyüş bölgəsində olduğu üçün məktəbin kursantları bu hadisəyə cəlb olundu. Həmin vaxt Əsgər Əliyev öz yoldaşları ilə bir istiqamətdən 8-ci kilometrdə, bir istiqamətdən biz isə başqa istiqamətdə olduğumuz vaxtda ayın 15-i həyəcan siqnalı biz qaldırıldı məktəbdən və həmin hadisə yerinə cəlb olundu. Demək olar ki, bizə göstəriş vermişdi ki, çalışın gülləyə atmayın, çünki onlar da qardaşlarımızdır, başqası deyil, öz millətimizdir. Amma buna baxmayaraq, Rövşən Cavadının dəstəsi ilk olaraq 16-sı səhərə yaxın atışmaya başladı. Həmin anlarda milli qəhrəmanımız öz kursant yoldaşlarından ikisini döyüşdə yaralandığı üçün çağırıb, yük maşınının kabinasına yerləşdirərkən onların həmin o Rövşən Cavadovun snaperçilərin tərəfindən üz-üzə binanın yuxarı hissəsindən gülləyə tutulmuşdur. Və güllə açılan baş nailəsinin pizkarından vurularaq həmin yerdə şəhid olmuşdur. Və yoldaşları tərəfindən bunu xəstəxanalara çıxarılmışdır. Bu hadisədən 16-sı nahardan sonra biz hadisə yuxarı təbəqələr tərəfindən göstəriş verilərək dayandırıldı, ateşkəs olundu. Biz məktəbə qaydası olduq. Məktəbə qaydandan sonra da məktəb rəhbərliyi tərəfindən araşdırılmışlar ki, onun qohumu da var. Bilirlər, çünki zabit yoldaşları bilir ki, onun qohumu dayıoğlu, bibi oğlu ediyorlar. Və məni çağırdılar, dedilər ki, belədir vəziyyət, söhbət yox. Həmin vaxt bir qrup öz yaxın yoldaşlarımızla məsələni aydınlaşdırmaq üçün evə çatıra bilmədik, sözü onunla telefon arabası da yox idi, deyə bilmirdik. Və axşam tərəfi məktəb rəisi tərəfindən göstərişə əsasən çıxdıq xəstəxanalara, bunu axtarışa ki, haradadır və götürək, aparaq rayona. Axşam saat 11-12 aralarında indiki Semaş qadını xəstəxanadan oradan tapdı və oradan götürüb gətirdi məktəbə. Təzdən yük maşınına, başqa maşın olmadığı üçün yük maşınından yerləşdirib rahatladı yerini. Rəhmətli olaq 4 kursant yoldaşımızla və digər zabit yoldaşıyla yük maşınından səhərə gəlib çıxdı rayona. İlk növbədə gəldi komisarlığa, komisarlıqdan da digər nümayəndələri götürüb yavaş-yavaş hadisə saat 10-11 aralarına kəndə sarı yerlənir. Bu vaxt Azərbaycan qayda yolda bizim onu gördük, amma saxlamadı. Geçdi. Nəsə sözüm onda yox. Həmin anlar çox gərgin vəziyyət idi. Bunun olaraq ki, özümüzə də ağır idi. Bir həm qohum kimi, həm də bir kursant yoldaşı kimi cənazasını kəndə gətirmək. Milli qəhrəman haqqında çox söz demək olardı, amma uzun uzatmaq istəmirəm. Allah rəhmət eləsin, ruhu şad olsun.
valideynlərinə səbir versin. Bir daha sizə təşəkkürümü bildirirəm. Və qısa da olsa mən sizə məlumat verirəm. Qarşıdan gələn bayramlarınızı təbrik edirəm. Sizə təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Təşəkkür ederim. Söz verilir Lənkəran Mədəniyyət Mərkəzinin direktor müavini Habil Əliyevə. Mən bütün tədbir iştirakçılarını salamlayıram. İlk öncə bu layihəni ərsəyə gətirən təşkilatlara, bu layihənin rəhbərlərinə təşəkkür edirəm. Məndən öncə çıxış edən natiqlər ətraflı olaraq bizim şəhidlərimiz haqqında, xüsusən Əsgər Əliyev haqqında ətraflı məlumat verdilər. Mənim üçün bu tədbirə gəlmək və burada çıxış etmək çox çətindir. Nəyə görə? Çünki Əsgər Əliyevlə atam evi çapar qonşusu olur. Bizim aramızda heç çapar da yox idi, çünki biz bütün günü birbirimizin həyətindəydik. Yəni Əsgər Əliyev mənimlə bir yerdə böyüdü. Aramızda 2-3 yaş fərq olduğuna görə biz elə bir-birimizlə həmişə ünsiyyətdə olmuşuq. Bunu qeyd edeyim ki, yəni onu demək istədim ki, belə həssas mövzularda danışmaq çətindir. Əsgər Əliyevin haqqında bizim Etibar müəllimi şeirində deyilən o termin, mən general olacağam, həqiqətən Əsgər onu deyirdi. Çünki onun arzusu idi general olmaq. Təbiətən çox çılğın, zarafatçı olan Əsgərin hətta çox vaxt özündən böyük qardaşları ilə də ünsiyyətində görürsən ki, müşahidə edirdim ki, yəni onlar da onun nazı ilə oynayırdılar. Yəni bu ona görə deyildi ki, o ikisi idi, onun nazı saxlayırdılar. Bu Əsgərin təbiətində olan özünə məxsus bir cəhət idi. Əsgəri inanın ki, həmin an qandallasaydılar da, o qandalı sındırıb gedib öz missiyasını yerinə yetirəcəkdi. Çünki onun təbiətində bu var. Bir ölkəni məhv etməkdən ötürü onu daxildən parçalıyorlar. Çox təəssüf ki, dünyada bu qəbul olmuş bir tendensiyadır. Düşmən qüvvələr daim bundan istifadə edirlər. Bizim ölkəmizi də 90-cı illərdə bu variantla parçalamaq istəyirdilər və bizim bu şəhidlərimiz, xüsusən Əsgər Əliyev, məhz o parçalamağının qarşısını alan Azərbaycan gəncinin bir simvoluna çevrilir. Azərbaycan dövlətçiliyinin qorunması uğrunda öz canını fəda etmiş bir gənclərimizin bir simvoludur. Əsgər Əliyevin keçdiyi yol, göstərdiyi şücaət indiki münasib Azərbaycan gəncinin bir and yeri olmalıdır. Necə ki, Natiq Aslanovun Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canını fəda etməsi gənclərimiz üçün bir örnəkdirsə, Əsgər Əliyevin də bizim dövlətçiliyimizin qorunmasında göstərdiyi şücaət bizim gənclərimiz üçün bir nümunə olmalıdır. Mən bizim kəndimizdə ziyalıların sayı həddindən artıq çoxdur. Hacı Ələkbər əmiyə demək istəyirəm ki, Hacı, siz xoşbəxt atasınız. Nəyə görə? Çünki bir övladını itirmiş, digəri yaralanmış bir ata sonradan ümumiyyətlə bu hərbidən bunlar əlaqələri kəsmədilər. O tayfada indi neçə hərbiçimiz var. Hal-hazırda xidmət edən zabitlərimiz var. Ümumiyyətlə bizim kəndimizdə böyük bir hərbiçi ailəsi var. Onların hamısını alqışlayıram. Allah onları qorusun. Və çox danışmaq istəmirəm, mənim təəssüratlarım çoxdur. Qısaca olaraq bunu demək istəyirəm ki, qarşıdan bizim iki böyük bayramımız gəlir. Mənim sinif yoldaşım Zahid də buradadır. O da Əsgər Əliyevin qardaşlarından biridir, mənim sinif yoldaşımdır. O da bizim ərazimizin bütövlüyü uğrunda döyüşlərdə yaralandığı vaxt bizim qazimizdir. İndi hal-hazırda Orman ailəsindən digər bir Həsən babamız, o da o yolu davam edir. Ümumiyyətlə, bu ailə hərbiçi ailəsidir. Mən bütün o ailəni və burada yığışan bütün tamaşaçıları bu iki bayram münasibəti ilə, həm Novruz bayramı, həm də Fitr bayramı münasibəti ilə
təbrik edirəm. Təşkilatçılara uğurlar arzu edirəm. Cəfər müəllim, Reyhan xanım, nə vaxt, nə köməkli lazım olsa, bir mədəniyyət mərkəzi olaraq biz də hazırıq. Çünki söhbət şəhidlik mövzusuna gedir. Təşəkkür edirəm dəvətiniz. Çox sağ olun, təşəkkür ederim. Səbirli ol, şəhidimin atası. İfa edir, şəhidin Abdi Qaslanov adına Daşkənd Tam Orta Məktəbin 10-cu sinif şagirdi Aysin Qanbarova. Atam məni öz yolumdan saxladı. Niyə belə üzülmüsən qadası? Gördüm səni öz ağladan anamdır. Eriş-feriş sirkələnsin sədası. Səbirli ol, şəhidimin atası. Elə bilmə sənin balan şəhiddir. Allah ilə aramızda şahiddir. Ay Allahım, sən özündə şahid dur. Qiyamətdə qoyma qala qisası. Səbirli ol, şəhidimin atası. Dağda günü meydan sular nər kişi. Bu meydanda türkülərin nə işi? Belə getməz bu dünyanın gərdişi. Öz arzuma çatasıyam çatası. Səbirli ol, şəhidimin atası. Sənin balan Koroğluya oxşayır. Ölməyibdir, ürəklərdə yaşayır. Qarşısında Azərbaycan başı. Məzar daşı müqəddəslik hidası. Səbirli ol, şəhidimin atası. Mənim xalqım qədir bilən xalqdır bil. Bu dünyada olum, ölüm haqqdır bil. Nankörları bu torpağın haqqı bil. Vallah bir gün tutasıdır tutası. Səbirli ol, şəhidimin atası. Fələk özü göydən yerə ənməsə, müharibə alovları sönməsə, yurd iyəsi öz yurduna dönməsə, çətin yuxu tapasıyam tapası, səbirli ol, şəhidimin atası. Ətəyin çən, başım bulud, üzün ağ, görən deyir, çeşmə gözlü dağa bax. Sənin balağın uyuduğu bu torpaq, qəbrim olsun, şəhidimin atası. Səbrin olsun, şəhidimin atası. Söz verdiği Lənkəran Dövlət Universitetinin professoru əməkdar müəllim Yadullah Ağazadəyim. Hörmətli Hacı Ələkbər kişi, hörmətli mərasim iştirakçıları, bugün Lənkəranın tarixində, ümumiyyətlə ölkəmizin tarixində öz ili olan, dəstə xətti olan bir igidin anım tədbirindəyik. Mən bu dəqiqə Lənkəran Dövlət Universitetində filologlara apardığım mühadirədən, dərsdən sonra bura gəlirəm və bura gəlməyə bilməzdim. O mənada ki, buradakı dərslər daha önəmlidir. Xalqımız, vətənimiz üçün bu xalqımızın apardığı şərəfli mübarizə tarixi boyu bu dərslər daim zaman davam edib və xalqımız bu dərslərlə ucalıb və həmişə qalib gəlmişdir. Və o xalq ki, öz vətənini sevir, öz dövlətini sevir, ona sədaqətlə xidmət edir, nə o xalqı, nə o dövləti sarsıtmaq mümkün deyildir. Bu mənada mən belə igidlərlə, oğullarla həqiqətən fəxr edirəm və hamımız təbii ki, fəxr edirik. Burada deyilən fikirlər, haqqında yazılan şeirlər, hamısı bir mərama, bir məqsədə xidmət edir ki, bəli, igidlər unudulmur. İgidlərin fəaliyyəti yalnız öz şəxsi, özünün mübarizəsi üçün deyil, o xalqın işi uğrunda mübarizə aparılmışdır və xalqın yaddaşında həmişə igid kimi, qəhrəman kimi, həmişə gördüyünüz bu formada, bu gənclik ovqatında, igidlik ovqatında qalacaq və bizi vətənimiz uğrunda, dövlətimiz uğrunda mübarizəyə səsləyəcəkdir. Əlbəttə, belə bir vətən sevgisi, dövlət sevgisi yalnız
öz mənfəti üçün, öz şəxsi istəkləri üçün çalışan, mübarizə dırnaqarası aparan insanlarda olmaz. Çünki onlar hər cəhətdən xalq təfəkküründən, vətən təfəkküründən, dövlət təfəkküründən aşağıda durduğu üçün onlar başqalarını özlərinə aşağı sayırlar. Amma əslində onlara qarşı mübarizə aparan əskər kimi olurlar, hər cəhətdən qüdrətlidir, güclüdür. Çünki onları vətən sevgisi ilə tərbiyə olmuşlar, vətən eşqi ilə yaşamışlar və bu eşq, bu qüdrətli eşq zaman-zaman bizə mübarizə ovqatı aşlamış və biz bu dərslərdən ilham alaraq 44 günlük mübarizə tarixində, böyük vətən müharibəsi illərində biz bu qələbələri məhz bu inamın, bu vətən mühəbbətinin sayəsində əldə etmişik. Mən həmişə şəhidlər haqqında düşünəndə fikirləşirəm ki, ümumiyyətlə, övlad itkisi çox ağır bir itkidir. Allah itkisi göstərməsin. Təbii ki, hər bir valideyn üçün övladının itirməsi çox ağırdır, xasiyyətdir. Lakin burada bir məqam var. O da ondan ibarətdir ki, şəhid övladının atası, anası, valideyni, xüsusən qəhrəman zirvəsini ucalmış bir şəhidimizin valideyni o ağrını daxilində çəkir, ömrü boyu bu ağrı onu tərk etməyəcəkdir. Amma həm də onun qəlbində, onun ürəyində, başqalar bizim millətdə olduğu kimi bir fərah hissi vardır, bir sevgi vardır, bir ucalıq vardır, bir üstünlük vardır. O da qəhrəman oğlunun atasıdır, valideynidir. Bu övladı vətən uğrunda canını qurban vermişdir, dövlətimiz uğrunda canını qurban vermişdir. Mən həmişə bunu fikirləşəndə, mən çox vaxtı, məsələn, qəhrəmanların önündən keçəndə, böyük abidəmiz Hədi Aslanov kimi oğlumuz vardır ki, o dünya şöhrətli qəhrəmandır, onun səsi dünyanın hər yerindən bir qəhrəman kimi gəlir. Və onun qarşısında keçəndə mən xalq şairi Məhəmməd Rahimin vaxtı ilə yazdığı, Leningrad göylərində yazdığı o müharibə qəhrəmanı Hüseyin Bala Əliyevin son döyüşdən qayıtmadığı dövrdə yazdığı misraları xatırlayıram. Qartal tərk eyləsə öz yuvasını, qayalar saxlayar onun yaxını. Aslan qayıtmasa doğma yerinə, meşələr göz dikər ləpirlərinə. O bugün biz şəhidlərimizi, igidlərimizi, qəhrəmanlarımızı, Əskər Əliyev kimi igidimizi məhz bu hisslə, bu fərah hissi ilə, bu yüksək sevgi ilə anırıq. Bundan sonra da inanıram ki, bu sevgi bizi tərk etməyəcəkdir. Allah rəhmət eləsin şəhidimizin. Sağ olun. Söz verilir milli qəhrəman Əskər Əliyevin atası Hacı Ələkbər Əliyevə. Hörmətli yenincə iştirakçıları, hörmətli Cəfər müəllim, hörmətli bizim qızımız, burada böyük zəhmət çəkmişsiniz. Xalqı burada birləşdirmək və yaxud çıxış edənlərə qan sağlığı arzulayıram. Hörmətli şəhid anaları, şəhid qardaşları, şəhid o xalqın torpaq haqqında gedirsə, o şəhiddir. Sizin anamızdır o torpaq. Biz onu qurumaya borcumuzdur, hər bir vətəndaş. Əgər Azərbaycan xalqı deyil, öz Azərbaycan torpağını qurumalıdır. Baxmayaraq, tək əskər deyil, Lənkəranda 300 dənədən yuxarı şəhid var. Onlar hamısı milli qəhrəmandır. Hər bir valideynə mən başsağlığı verirəm. Düzdür, mənim kimi adam az olar. Bir oğlum 26 yanvar 57. Polkovnik Nazır Əliyev. Bir oğlum 93-cü ildə dahi rəhbərimiz Heydər Əliyev Başçıyana milli məclisə gəlmişdi. Gəldi, dedi, baba, mən gedirəm müharibəyə. Dedim, bala, sən niyə müharibəyə gedirsən? Dedi, mənim iki qardaşım evlidir. Sabah bir hadisə baş verər, gəlmirlər qalar sən üstüva. Mən gedirəm. Getdi,
94'te ağır xəbəri gəldi üstümə. Bir neçə gün onun qardaşıyla göz yaşı tökə-tökə yürüdük. Gecə yarısı idi, saat 11 idi, neçə idi. Axırda Malakan bağının yanında bir xəstəxana var. Əziz Əliyədə, Əziz Əliyədə, belə bir xəstəxana orada var. Getdik, ölülərə baxdıq, yox idi. Əllərə baxanda bir də gördüm, mənim oğlumun üstündə yatıb, bir neçə dənə bit gəzir üstünə, xəstəxanada. Bitləri təmizlədim, çağırdım, gözünü açdı. Ən ağır vəziyyətdə idi. 4 dəfə əməliyyata geçirmişəm onu. Güllələr Çindən gəlmişdi, dizdə qalmışdı, bir də davanda. 4 dəfə ən ağır yarı alandan sonra onun rəhmətlik anası 2 ay sağ onun yanında qaldı. Bu hadisələri gördüm. Ancaq Əsgər Əliyev şəhid olmayana mən inam verdim. Mən əskəri tərəfləmirəm. Onun müəllimləri oradadır. Akil müəllim, obrisi, onlar ona dərs verirlər. Burada müəllim də çıxışları indi. O onun tələbəsi idi. Əskər özündən deyən oğlan idi. Tərbiyəsiz verirdi, qabiliyyətsiz verirdi. Evin ən kiçik oğlu idi, ancaq özünə güvənən uşaqdır. Həm qardaşlarına güvənirdi, həm bana. Ancaq axırda dedisə, mənim kiçik qardaşımsan. Bu sözü mənə deyərdi. Qaçır, kiçik qardaşımız gəlib bizi deyəcək. Qalardı. O boyda uşaqlar heç biri deyilməzdi. O nə? Neyləmiş qızırlar? Dərsi oxumuşuq da. Beləki uşaqdır, cəsarətli uşaqdır. Sözüm onda yox. Onun anası məni çağırardı. Gəl ala bir dənə çay iç, qardaş niyyədi oğlanlara. Siz onun səsini çıxardı. Biz kan çay qoyardı qabağına. Deyərdi, günah səndədir, o uşaqlarda günah yoxdur. Onların üzünə bana demədi günahlarsa. Belə ana itirmişəm mən. Belə ailə itirmişəm mən. Allah ona rəhmət. Bu uşaqlar zəhməti tək mənim olmadı. Anasının zəhmətidir. Böyük zəhmətkeş, böyük zəhmətkeş bir ana idi. Biraz çox da danışsam, gərək bağışlayasın ona. Əlimərdə müəllim, bənləri bir dənə söz işlətdim. Dedim, elə universitet tələbələr var, tanımırlar. Bir alim bir kitab yazdı. Öz xalqı üçün, gələcəyi üçün elini kitab yazdı. Biri oxudu, dedi, müəllim, sən nə acab kitab yazmışsan, mənim xoşuma gəldi. Biri oxudu, dedi, mən heç başa düşmədim. Dedi, get təzədən oxu. Gəldi, dedi, müəllim, başa düşmədən. Dedi, bir də oxu. 3 dəfə o kitabı ona oxuturdu, o başa düşmədi. Dedi, hə, sən kitab yox, sən get fırıldaqların dalınca, sən get uğurluğa, sən get bunu ona atmaya, öz xalqını tanımayan adama. Səndən oxuyan çıxmaz, səndən vətən də çıxmaz. İndi bu hadisələr olur, ziyanı yoxdur. Qoy tanımasın, bizim şəhidlərimiz heç tanımasınlar. Var, elə vəzifəli adamlar da belə var. Nə ki şəhid, nə ki şəhidi validini, heç dindirmirlər də. Bizdən elə bizə var verir dövlət. Biz, balalarımız, əgər bizim tərbiyəmiz olmasaydı, 300 dənə şəhidin adı tutdu. Bunlar, bu Lənkəranı yox, bütün Azərbaycanı müstəqilini qəbul ediblər. 93-cü ildə nə azallar çəkdi. 93-dən qabaq Allah Heydəri rəhmət eləsin. Əgər o 15 gündə gəlməsəydi, Azərbaycan parçalamışdı. Parçalasın. Əskərin də öləndə 98 dənə uşaq oldu. Onlardan 27'si milli qəhrəman adı olub. 27'si. 98 uşaq. Hala gördü. 27'si milli qəhrəman oldu. 700'e yaxmış əlil oldu. Mənim bacım oğlu Umamətə iştirak edir. 3 il müharibədə olub. Məqsud Məmmədov. Oğlusu Məqsud. O da Məmmədovdur. O da bacım oldu. O cildə olur bu ləcdə.
Öbürsü Məsud 11 il cəhvədə can verir. Bələri bizim balamız danışdı dedi, hərbiçilərdir. O, nə deyim sizə, Məsud Məmmədovun atası qalmışdır, anası getmişdir rəhmətə. Xəbər gəldi, Məsud yoxdur. Öldü, bir dənə yarpaq atdılar üstünə. Mənim ürəyim gəlmədi onun atasına deyilmə. Gəlmədi. Yaxşı kişinin biri idi. Xəbər verdi başqası. Vəziyyət ağır, çörək yox, qazanc yox, nə zulümlər biz çəkdik. Sonra xəbər gəldik, deyək, Məsud salamatdır. Ondan sonra, 3 ildən sonra akademiyanın bitirdi, Məsudun dəyişdi, şükür Allah'a yaşadılar. Onlar orası da yaşadılar. Düzdür, bizim tayfamızın, bizim balalarımızın zəhməti var. Bizim zəhmətimizi o Allah versin. O Allah versin. Heç kəsdən biz heç nə istəmirik. Nə deyim sizə? Mən bu günləri görmüşəm, heç kəsə rəvat gelmirəm. O günləri görsün. Bu il bizim ən əziz günlərimiz gəlir. Ramazanla oruç bayramı ilə bizim Novruz bayramı gəlir. Hər 80 ildə bunlar bir-birində yaxın gəlirlər. Bir-birində. 80 il bundan qabaq oruç bayramı ilə Novruz bayramı bir ilə düşəndə mən dünyaya gəlmişəm. Bax, yenə də hava günü mən bu gün gördüm. Bütün bunlarımızı təbrik ederim. Can sağlığı arz edirəm sizə. Həyatdan yaxşı günlər arz edirəm. Bu əziz günlərdə sizə yeni uğurlar arz edirəm. Vətənimizə həmişə xoşbəxtlik, qoy bizim bu üç rəngli bayrağımız həmişə uca olsun. Allah sizə can sağlığı olsun, zəhmət yazmışsınız. Gəlmişsiniz, öz zəhməti əksəri halal oldu. Çox sağ olun, Hacı Minnətdaram. Bütün şəhid ailələri, yaxın qolumları, dostlar hamı dəvət edirəm Hacı ilə birgə kartya şəhid etməyə.